Məsələn, mən 10 milyon xalqam, 50 milyon xalqam, 1 milyon xalqam, mənim bir mədəniyyətimin bir komponenti var. Bu ümumbəşəri mədəniyyətə ziddir, ümumbəşəri mədəniyyətə. Məsələn, gecə saat 3-də siqnal vurub cəmaatı dəli etmək olmaz. Olmaz, cəmaat xəstədir filandır. İndi mən durmuşam, məsələn deyirəm, Hindistanın bir qəbiləsindən bir adam durub gedib New Yorka, gəlib Bakıya, gecə saat 3-də siqnal verir maşınına. Hamını dəli eləyir. Gəlib yaxşınasın, deyirsən, əzizim, axı gecə saat 3-də siqnal vermək olmaz, cəmaatı dəli etsin. Deyir, bilirsən necədir? Mən Hindistanın filan mədəniyyətinə mənsubam. Bizim mədəniyyətimizdə gecə saat 3-də siqnal vermək məqbul hesab olunur. Deyirsən ki, çox səhv eləyirsən. Bu ümumbəşəri mədəniyyətə ziddir. Amma müəllimə, mən elə siz bu siqnal məsələsinə toxundunuz. Hindistana ehtiyacı olmalı deyəsən. Hindistana ehtiyac yoxdur, elə bizim özümüzdə. Təəssüflər olsun. Bu hallar var və bu aradan qalxmalıdır. Bu bizə yaraşmır. Bizim mədəniyyətimiz alidir, gözəldir. Bu pafos deyil. Bu pafos deyil. Mən 2021-ci ildə Nizami Gəncəvi ilində Estoniyanın Tartu Universitetində Nizami Gəncəvinin ədalət nəzəriyyəsi mövzusunda mühazirə deyirdim, ingilis dilində. Orijinaldan da oxuyurdum Nizami Gəncəvini. Orada 2 professor oturmuşdu, Estoniyalı. Bizim diaspora komitesi təşkil eləmişdi, sağ olsunlar. Mən ədalət prinsipi haqqında o qədər möhtəşəm məsələləri orada açdım Nizami Gəncəvidə. 12-ci əsr. Orada bir xanım professor dedi ki, mən çox təəccüblənirəm. Azərbaycanın 12-ci əsrdə bu qədər dərinliyə gedən, insan ədaləti mövzusunda dərinliyə gedən filosof olub. Deməli, mən orada anladım ki, bunlar elə bilirlər, biz səhrada yaşamışıq, meşədə yaşamışıq. Bizim ümumiyyətlə mədəniyyətimiz yoxdur. Təqdim edə bilməmişik mədəniyyətimizi.